Hakimin işarəsi gəlir. Fit səsləndi. Maç başlayır. Uğurlar. Neftçi mərkəzdən top oyuna CFR Cluj futbolçuları daxil etdilər. Andrew Gravillon cinahı dəyişdi. Solda Rüfəti gördü. Ötürmə. Rüfət Abbasov qəbul edir topu. Rüfətin əla asmaları var. Abbasov sol cinahdan tələsmədi. Qapı qarşısına ötürmə etməyə. İmadla oynayır. İmad Fəraj. İmad Farajdan ötürmə. Cərmə meydançasına. Orada ən gerdə Emin. Mahmudovdan daha bir ötürmə. Başla zərbə Ştogrin. Topu tirin üstündən vurur. Başla qapı qarşısına, qapıya paralel daha bir ötürmə etdi və Klinsmanla Ştogrin orada boş idi. Ştogrin hamını qabaqladı, zərbə vurdu. Sesi pressing edir, orada qayda pozulmamışdı, təmiz oynamışdı futbolçularımız. Sesindən ötürmə Emin sol canaha İmad Farajdan, Neftçi hücumdadır İmad. Baxır cərmə meydançasına Farajdan ötürmə, qapıçıda qalır top. Hətta Monzada oynayıb, çıxış edib, Türkiyədə də Çaykur Rizespor və Adana Demirsporda çıxış edib indi. Yenə Gravillon harda aldı topu, Klinsman, Gustavo Klinsman zərbə mövqe axtarır, Klinsman! Zərbə alınmadı. İzləyək təkrarını. Burada Gravillon topu aldıqdan sonra Gustavo çəkdi soluna. Məsuliyyət üzərinə götürdü. Zərbə vurdu, amma ona mane oldu. Sonda top Eminlə oynayır. Emin Mahmudov sol cinahda. Rüfət hücuma qoşuldu yenidən. Emin özü gedir hələ ki ötürdü Rüfətə. Rüfət Abbasov. Rüfət Abbasov ötürmə qapı qarşısına. Qeyri-dəqiqdir. Daha çox rəqibin cərmə meydançası tərəfə daşıya bilmişik. Rüfət. Daha yaxşı ötürmə etmək olardı. Mahmudov baxır qapı qarşısına, kapitandan daha bir ötürmə, cərmə meydançasına, başlı zərbə Ştogrin! İzləyirik təkrarını, Ştogrinin daha bir zərbəsi. Orada CFR Cluj futbolçusu oyundan kənar vəziyyətdə idi, dərhalda başladı. Andrew Gravillon, Gustavo Klinsmanla oynayır, Klinsman sağ cinahda sürət yığdı irəliyə, Gustavo Klinsman ötürmə sağa, Andrey Ştogrin, Sakov, Falayadan cərmə meydançasına, başlı zərbə! Bu dəfə daha az fərqlə top qapıdan aralı keçir. Bu dəfə zərbəni vuran Emin Mahmudov idi. İmkan vermədi Rüfətin irəliləməsinə. Qapıdan zərbə isə olmayacaq. Baş hakim Blaž Bezyak maçın ilk hissəsini bitirir. Fit səslənir, ikinci hissə başlayır. Top oyuna Sek daxil etmişdi. İndi Emil, daha bir ötürmə cərmə meydançasına Sambu, Emil Səfərov. Başla zərbə, top qapıçıda qalır. Tavi Bilçianu. Fit səslənir, faundan ötürmə cərmə meydançasına. Təhlükəlidir və top qapıdan keçir. Clujsa ikinci hissədəki ilk epizodunda qolu tapdı. Top istəyirdi, mərkəzlə oynayır, Emil, Səfərovdan ötürmə, Sambu, yenidən Emil, Səfərov, sağ canaha, yaxşı ötürmə, Aslan, Şirinov, zərbə vurur, amma top qapıçıda qaldı. Hücumda olan tərəf CFR Clujdur, ötürmə, Məhəmməd Məmmədli, yaxşı orada uzaqlaşdıra bilmədi, Andres Svaytdan ötürmə, zərbə və 2-0 olur hesab. Futbolçuların şans qazanması. Sol cinahdan topu oyuna daxil etməlidir. Mustafa Sek. Out yerinə yetirildi. Geriyə ötürmə, pressing var. Top Neftçidədir. Aslan gözlədi Sambunu, ötürür. Bassala, Sambu və gol! Fərqi azaldır 83-cü dəqiqədə Neftçi. Bassala, Sambu. Ötən mövsümün ən məhsuldar oyuncularımızdan olan Sambu asist edərək Neftçinin fərqi azaltmasına səbəb olur. 2-1. Vaxt da var. Və bu da maçın final fiti.